Deməli, başlayaq kvadrat hisslərinin izahını verməyə Excel-dən. Deməli, 67-ci sualın izahını verəcəm. Deməli, burada bu sualda nə deyir bizə? Əvvəla deyir ki, B3 xanasında bir dəyər var. Yazıram bura o dəyəri. B3 xanasındakı dəyər budur. D dollar 5 üzərinə gəl Y dollar 1. Baxın, biz baxın A1 B6 diapazonuna deyir sürükləmək lazımdır. Bu diapazonu sürükləyəndə və nəticənin 90 olduğu hala baxmaq lazımdır. Əvvəla bir məqamı qeyd edim ki, burada dollar dedisə, D zaten sabit qalacaq. 5-i hələ yazmıram bura. Baxın, Y-dir. Y-dən deməli mən qiymət götürə bilmərəm heç cürə. Çünki götürsəm cavab zaten 90 yox, 90 daha böyük qiymətlər alacaq. O zaman mən gedib hardan qiymət götürə bilərəm? D-dən ən azından qiymət götürə bilərəm. Deməli mən sütunu bir vahid geri, burada zaten dollar 1 olacaq. Deməli dollar, D dollar 1 o deməkdir ki, biz hökmən gəlib baxın, buradan bir qiymət 20 dəyərini götürəcəyik. Üzərinə gəl. Bəs 20-nin üzərinə mən neçə gələndə 90-ya 70. Deməli indi mən buranı artıq belə deyək də, sütunun, belə sətrin hara sürükləndiyini buradan rahat şəkildə görə bilərəm ki, deməli bu nə olub? B-dən A-ya gedib, ancaq 3 imiş, olub bura 4, bura 4 olubsa, deməli bura 5-dirsə, deməli bura olub 6. Yəni hansı xanaya? D6 xanasına sürüklənmiş olubdur. Keçin növbəti sualımızın izahına. Növbəti sualda nə deyir? Növbəti sualda deyir ki, deməli, bu düstur cəmini hesablamaq lazımdır. Hansı C1, C4 xanalarının cəmini. Əvvəla bura köçürəndə baxırsınız ki, burada C2 dəyərinin qiyməti budur. C2-nin qiymətini 14 olduğunu bilirik. Bizdən C1-lə və C4-ün deyir, get cəmini tap, yəni sürükləmək lazım düsturu. Buradakı düsturu mən C1-də sürükləsəm, baxın, C1-ə sürükləsəm nə olar? Bura sürükləyəndə, bura zaten, baxın, sabit olaraq qalacaq. C1-ə sürükləsəm. Çünki bura dollar A1 zaten sabit qalacaq. Dollar A1 4-dür. Baxıram bura. B sütun onsuz da belə deyək də, yəni C-dən C-yə dəyişmədiyinə görə sütun da dəyişməyəcək. B dollar 2-dən gedib qiymət götürəcək. 4 üstəgəncə 7. Dollar A qalacaq. 2-dirsə yuxarı qalxanda olacaq 1. A1-dən gedib qiymət götürəcək. Plus 2. Deməli 4, 4, 8, 10. Buranın mən 13 olduğu dəyəri almış oluram və 13 dəyərini aldımsa, indi bunu mən C4-ə köçürsəm, indi oranı silirəm, mən C4 yazacağam bura. Aha, C2 xanasındakı düsturu da yenə C4-ə belə sürükləsək, bura yenə sabit qalır. 4 üzərinə gəl. B zaten sabitdir. B2 yenə dediyim kimi sabitdir, dəyişmir. Və dollar A. Dollar A-dan qiymət götürəcəm. Bəs neçədən? Baxıram ki, 2-dən 2, 4, 7-yə gedib düşəcək. Baxın, yəni burada A 4-ə, 7 dəyərini gedib götürəcək. Baxın, dollar A2-dən, belə deyək, C2-dən C4-ə gedəndə 2 vahid artır. Bu da olacaq A4, bu da olacaq 7. Burada zaten eləyəcək 2, 7, 7, 2, 16. Burada yazsaq ki 16, cəmi eləyəcək 29. Baxın, 13-dən 16-nın cəmi 29 eləmiş olur. Burada isə rahat sualda artıq xananı sürükləmək lazımdır. B3 xanasına göstərilən dəyər, baxırıq, B3-dəki düstur budur. C4 xanasına köçürülərsə, hansı düstur alınar? Buradan da biz, belə deyək, C4-ə, özür dilərim, C4-ə köçürəndə nə olacaq? O zaman olacaq, baxın, C3 budur, A2, üstə gəl B1-dirsə, C4-ə sürükləsəm, sütun sabit qalır, A, 2 də olacaq 3 üzərinə gəlsin B, 1 də olacaq 2. Var variantda, bəli, var B variantı olmuş olacaq. Keçirik növbəti sualımızın izahına. Deməli, 70-ci sualında izahına baxsaq, 70-ci sualın izahında yenə də diqqətli olacağımız bir məqam burada nə olmalıdır, baxaq. Deyir ki, D5 xanasında düsturu verib bizə 16-ya bərabərdir. Əvvəla bunu mən yazaram. D5-dəki düstur nədir? D5-də düstur budur. A5, B5 dəqiqə və C5, A5, B5, C5-in dəyərinin 16. Eyni zamanda D5-in də dəyərinin 16 olduğunu qeyd edib. Sonra deyir ki, A5, B5, C5 və D5, baxın bu. Dəyəri neçə alar? A5, B5, C5-in 16 olduğunu, buranın da D5-in də 16 olduğunu alıramsa, cəmi eləyəcək 32 D variantı. Keçirik bura. Burada deyir ki, D7 xanasına yazılman düsturu, bir dəqiqə, bu düsturu hara köçürdür? Hə, 3 xana sola deyir. Yəni D7-dən 3 xana sola. İndi ora yox, bizim işimiz bura baxmaqdır. Bura gedirsə, 3 xana sola getsəm,
Baxaq bura, məsələn, A, B, C, D, Y, F, G-dir. 1, 2, 3. D-yə gedib düşəcək. D dollar 2 olacaq. Üzərinə gəlirəm, deməli, üzərinə gəlirik, dollar 3 xana sola sürükləyir. Xana 3 xana sola sürükləyən zaman, o zaman nə olacaq? Baxaq. Burada zaten D sabit qalacaq. Burada 7 isə burada xana sabit qalır deyə. Bir dəqiqə D. Hə, D-dən geriyə getsək, bu olacaq C, 5 olduğu kimi qalacaq, olacaq A variantı. Keçirik bura. İ6 xanasına yenə də düsturu verib bizim üçün. C dollar 5 üzərinə gəlsin dollar D 10 dəyərini verib və deyir ki, hansı xanaya köçürüləndə bu qiymət alınır. Allah bu qiymətdə yazaq bura D dollar 5 üzərinə gəlsin dollar D 7. Biz bunu necə ala bilərik? Baxıram C-dən B-yə gəlsə, deməli sütun bir vahid azalıbsa 7-si olacaq D. Baxıram bura 10-dusa olub 7 deməli 10-dan 7-yə azalıb 3 vahid. Burada 6-sı olacaq 3 deməli olacaq D3 olacaq 73-də. C variantı olmuş olur. Keçir növbəti sualımızın izahına. 73 və 74-də də baxırıq indi. 73-cü sualda da baxaq. Deməli 73-də nə deyir bizlər üçün? Deyir ki, D5 xanasına düstur yazılıb. D5-də yazılan düsturu qeyd edirəm bura. Yəni bilmirik əvvəla. Sonra deyir ki, bu düstur C5 xanasında C5-də 3x plus y. Ancaq burada x-in hökmən C22, y-in də hökmən D22 olduğunu nəzərə almalıyıq. Aha. Deməli, buradakı düsturda belə olur. 3x 3 vuraq C5-də. Deməli, C22 üstə gələk D22 olmuş olur. İndi bunu biz yuxarı qaldıranda necə olmalıdır ki, C olsun? Əvvəla baxın, yazıram belə, D5 bərabərdir. 3 sabit qalır. Əvvəla deməli, burada C olub. Deməli, D-də nə olub ki, bura düşüb C olub? Baxın. Deməli, burada D olub ki, baxın, D olub ki, geriyə, baxın, D-dən C-yə bir vahid azalıb sütun. Sütun bir vahid azalıb. 5-dən 5-ə də zaten dəyişməyib də, bunu bilirik. Bir dəqiqə. D5-dən yox, bura C4 olsun, C4. Bax, C4 yazıb bura. Aha, D5. İndi baxırıq. Bura D-dən C-yə bir vahid azalıb, amma 22 olaraq qalıb. Deməli, burada sətir sabit qalıb ki, dəyişəndə zaten dəyişməyibdir. İndi tamam. Bu əvvəla burada nə olub ki, burada qaydanda D olub. Baxırıq bura. İndi burada bir dəfə sətri, bir dəfə sütunu sabit saxlamalıyıq deyə. İndi mən burada D-nin sabit, 20 sətrin dəyişkən olduğunu götürəcəm. Deməli, burada da həqiqətən geriyə qaydanda mən bu düsturu almış oluramsa, deməli o zaman əvvəla düstur bu formada olub. Cavab olur D variantı. Keçin növbəti suala. 74-də deyir ki, A2, A3 və A4 xanasının qiymətləri A2 xanasına A2 deyir A3 üstə gəl A4 bölək 2 yazılıb A2 xanasına bərabərdir. Yazıb A2 xanasının dəyərinin də 2,5 olduğunu bizə veribsə, deməli mən buradan da elə A2-nin neçə olduğunu, 5 olduğu dəyəri mənə mövcuddur. Yəni alıram buradan. Deməli A3 üstə gəl A4-ün də bir dəqiqə A3 A2-nin 2,5 baxın yazıb 2,5 A3 ilə A4-ün cəminin isə 5 olduğu bizə artıq məlum olur buradan. Deyir ki, A1, A2, A3, A4-ün cəmini deyir tapın. Baxıram bura A1-in dəyəri, baxın indi burada A1 idi. A1-in dəyəri neçə olacaq? A2, A3, A4. Yəni 2,5 ilə 5-i toplasam, mən buranın 7,5 olduğunu alaram. Nəyin? A1-in 7,5 olduğunu buradan aldım. Üzərinə gəlirəm. A2, A3, A4. Buranın da A2 ilə A3-ün baxın A2-nin yerinə 2,5, bunu da yerinə 5 yazsam, burada cəmi eləyəcək 15 D variantı. Keçir növbəti sualımızın izahına. Aha, keçir növbəti suala. Deməli, baxaq. 75-ci sualda izahına baxaq. 75-də deyir ki, deməli, 75-də deyir ki,
Düstur budur. X kvadratı üstəgələ y yazıb yerinə. Buradan nə ala bilərik? X-in kvadratının yerinə deməli 1, yəni 1-in belə deyək kvadratı. Yəni baxın, 1-in kvadratının üzərinə 10 gəlib alıb 11. Baxın, 1-in kvadratının üzərinə 10 gəlib alıb 11. Deməli düsturda yazısız yerinə bu 1x-in kvadratının yerində neçə durur? A4. Yəni A4 kvadratı üstəgələ y-in yerinə neçə durur? B1. Bura baxırsınız ki, burada heç bir zaman dəyişməyən bax bu sütundur. Baxırıq B variantı. Keçirik növbəti sualımızın izahına. Deməli, gəlirik. Deməli, bunu bir balaca kiçildək. Aha. Növbəti sualımızın da izahını buradan verək. Yenə də düsturda Y5, Y4 qiymətlərini bizlər üçün verib və indiki bu dəyərlərdə də yerinə nəzərə alsaq, baxın yazıram bura. Deyir ki, A1 xanasına Y dollar 5 çıxaq dollar D4 qiyməti verilib. Deyir B2 xanasında hansı nömrədə göstəriləcək qiymət? B2-yə baxaq. Köçürüb qiymət tapacağıq. A-dan B-yə sütun 1 vahid azalıb, sətir 1 vahid artıbsa, Y olacaq D dollar 5 çıxaq dollar D. Bir də olub 2, deməli artıb olub 5. İndi D5-dən D5 saniyə. Baxaq, Y-dən D-yə gedir, sabit qalır. 1-dən artıb 2-yə olub belə. A-dan B-yə artıb, sütun 1 vahid artıb. Bura dollar D qalıb yerində. 5 zaten sabit qalacaq. 4 olub 5. D5, D5 yazıb bura. Yox, bir dəqiqə. D5 saniyə buranı düzəldim mən. Neysə, səhv tutdum bura. Bir də baxaq. Beləmiz. Baxın, A1 xanasına bu düsturu yazıb 7 dollar 5 çıxaq dollar D4. Bundan sonra A1 xanasını B2 xanasına kopyalandı və B2 xanasının nömrəsi göstəriləcək. A-dan B-yə sütun 1 vahid artıb. Deməli, Y-dirsə, hə, F olacaq. Dollar 5. Deyirəm axı. Sürükləyəndə səhv gördüm bunu. Dollar D, bir də olub 2, 4 olacaq 5, bərabərdir. F dollar 5-ə baxıram ki, 30 çıxaq. D5 də 24-dür. Eləyir 6. B variantı keçirik növbəti suala. Burada cavab 230 olmalıdır deyə. Əvvəla bura nəzərə alırsınız ki, B-dən geriyə getmək deməli C-yə. Baxın, B-dən C-yə, yəni B-dən bir sütun geri gedəndə bu gəlib düşür C-yə. İndi hökmən biz mütləq şəkildə C-dən bir qiymət götürəcəyik. Bir də baxın, hökmən D-dən, D sətirindən, sütunundan qiymət götürəcəyik. İndi hansından götürsək ki, 230 eləyir. Deməli, eyni zamanda biz C4 və D3 qiymətlərini götürə bilərik. C4 və D3 qiyməti olduğunu bilərək, biz bunu, məsələn, B3-dəki düsturların birini, məsələn, D dollar, baxın, deyirəm ki, dollar D3-dən, baxın, dollar D3-dən, məsələn, qiymət götürmək lazımdır. Bunu, yəni sürükləyək düsturların birini tam dərk edeyim, nəyə demək istəyirəm. Deməli, məsələn, gəlin B1-in düsturunu yazaq bura. Məsələn, dollar 1 üzərinə gəlsin dollar D1 məsələn. Bunu geriyə, baxın, A sütununa sürükləsəm, sətir 1 vahid azalıb. Deməli, burada C dollar 1 olacaq. Üzərinə gələcək dollar D. Məsələn, deyirəm. Bura məsələn, C1 oldu. Deməli, C-dən hökmən qiymət götürürəm. O yüzdən mən deyirəm, niyə hökmən buradan götürmək lazım? Çünki sabitdir bu. Yəni, dəyişmir, mütləqdir, dəyişmir burası. Dollar 1-dən. İndi yaxşı, biz 200-dən 30-a hardan götürə bilərik? İndi gəlin bunu sürükləyək. Məsələn, buranın deyirəm axı ki, D3-dən hökmən qiymət götürmək lazımdırsa, D3-dən. Buranı D3 yazaram eləcə. D3 yazsam, burada C dollar 3 olacaq. Yox, bir dəqiqə, D4. Buranı D4 yazım. Niyə görə D4 yazım? Çünki dəqiqə, gəlin buranı da silək. Elə çətin sual deyil bu, yenə də deyirəm. Məsələn, bunu biz gəlirəm bura. Hara sürükləyək? Məsələn, deyirəm ki, götürək C. Deməli, C4-dən qiymət götürür, bir də D3-dən qiymət götürür. C4-dən qiymət götürsəm, bax, bunu götürərəm. D dollar 4 üzərinə gəlsin, D dollar 4. İndi baxırsınız ki, bu B4-dəki dəyərdir. İndi mən bunu sürükləsəm, hökmən buradan 200-ü götürməliyəm. Buradan mən 30 eləməsi üçün mən bunu hara sürükləməliyəm?
Məsələn, bura baxırsınız ki, ha, məsələn, deyir ya, deyir dollar, məsələn, 4, düzdür. Gəlib 4-dən, baxın, C 4-dən qiymət götürəcək. C 4-dən qiymət götürür 200-ü. 200-ü götürür. Mən də buranı D3 eləməliyəm ki, 30 eləsin də. İndi yaxşı, buranı A-dan geriyə getdik, elədik A. Bəs yaxşı 4-dür. Mən geriyə bir vahid ən azı getsəm, bura 3 yazsam, A3-ə sürükləsəm, həqiqətən də 4-dən 1 gələcək 3 eləyəcək 230 o da eləyəcək A variantı. Keçirəm bu sualın izahına. Elektron cədvəldə bu qiymətlər verilib. Məsələn, B2, B3 və B4 dəyərləri verib. Deyir ki, düstur B2 üzərinə gəl B3, üzərinə gəl B4-ü 3-ə böləndə, baxaq B5 dəyərinin qiymətini alıbsa, B5-ə də bizə neçə verib? Deməli, B5 dəyərində bax yazıram kənara. B5-i də bizə verib, deməli 2. 2 veribsə, burada gətirib 2 yazsam, B2, B3, B4-ü də, baxın yazıram bura, nöqtə vergül, B2, B3, B4-ü də bizim üçün 6 verib artıq. 3-də 2-nin 6. İndi deyir ki, B1-dən B5-ə, B1, B2, B3, B4 və B5-in dəyər B5. Cəmi deyir neçə eləyəcək? B5 bura B5 bərabərdir. Və əvvəla baxıram ki, deməli B1 xanasının dəyərini tapaq. B2, B3, B4 neçə eləyir? 6. Deməli B1 oldu 6. Üstə gəl. B2, B3, B4 də 6. Üstə gələk. Bəs yaxşı. Bir saniyə. Burada B2, B3, B4-ün də dəyərinin 6 olduğu məlumdursa, burada da B5 var. B5 neçədir? B5 də 2-dir. 12, 14 olacaq A variantı. Ümidvaram ki, başa düşülür. Keçir növbəti sualımızın izahına. Ekranımızı təmizləyək. Deməli, növbəti sual isə 79-cu sualdır. 79-cu suala da baxsaq, burada 2 xana necə yazmaq lazımdır ki, cavabı normal ola bilər. Bura baxanda görürsünüz ki, biz eyni zamanda həm bir A-dan, həm də buradan düstur götürməliyik də. Deməli, dəyişməyən burada. Baxın, 1-dən 0, 10 alıb. 1-dən 1, 11 alıb. Bunu necə eləyib? Məsələn, 1-i 10-a vurub üzərinə 0 gəlməklə, 1-i 10-a vurub üzərinə 1 gəlməklə ala bilər. O da cavab olacaq A variantı. Gəlsə indi 81-ci sualın izahına. 81-də deyir ki, deməli, C5 bərabərdir sum. C dollar 1-dən C4-ə üzərinə gəl 5. Bu düstur əvvəlcə baxın B5 xanasında dəyərini 15 verib bizim üçün. Bax bu buranın da dəyərini 15 verib. Buranın 15 veribsə ümumi. Deməli C1-dən C4-dən 10 verib ki, üzərinə 5 gələndə 15 almışam. Bu düsturu keçirsəm bura C dollar 1 C-dən 5-ə olacaq. Üzərinə yenə 5 gəlsəm, görək bu neçə eləyir. Deməli, C1-dən C5-ə qədər baxın, yəni C1, C2, C3, C4-ə daxil olmaqla 10 almışam. C5-ə 15 almışam. 5-ə də 10, bir dəqiqə, bura neçə eləyir? 10, 10, 15, 15, 15 elədi 30, tamam. C6, 30. İndi C7-yə baxaq. Yenə də düsturu köçürük. C, dollar 1, diapazon C6, üzərinə yenə də 5 gələndə baxıram. C1-dən baxırıq ki, C1-dən C4-ə neçə almışdım? 10 almışdım. C1-dən C4-ə 10-dursa, C5-in qiymətinin 15 olduğunu, C6-nın dəyərinin 30 olduğunu və burada da bir dənə də bizim əlavə 5-imiz olduğunu tapsaq, 10, 15, 30, bu da 50 yardımcısı 20, 50, 60 eləmiş olur. Bu da olacaq D variantı. Keçirik deməli 80-ci sualımızın izahına. 80-ci sualda 82 üzrlü sayın 82-ci sualımızın da izahına görə nə deyir bizə? Deyir ki, buradakı dəyər nədir? Aha, ən böyük dəyər istəyir bizdən, ən böyük. Ümumiyyətlə düsturu yazıram kənara. D1 yox, D1 yox. D3-də bizə düstur verib. Səliqə yazdım, səliqəli. Deməli, D3-ün özünün düsturu var. Deməli, C dollar 3 üzərinə gəlsin. Aha, bu ifadə var. Bu. Ən böyük dəyər istəyir bizdən. Hökmən, baxın, hökmən. Mütləq şəkildə gəlib, bu nədirsə, bax, bu C3-dən, belə dollar 3-dən qiymət götürəcək. Baxıram ki, bura D-dən C-yə gedib, deməli, sütun azalma varsa, mən də D-dən
Belə deyək də, yəni bunu biz geriyə sürükləməliyik. Geriyə sürükləməliyik ki, düsturu ala bilək. Düsturu ala bilək. İndi yaxşı, D3 bizdən soruşduğu B1-dən B6-ya diapazon istəyir. B1-dən B6-ya diapazon istəyəndə, e, deməli D3 xanasındakı düsturu biz e, B1-ə sürükləsək, D-dən B-yə 2 vahid azalma var. 3-dən də 1-ə 2 vahid azalma var. C desə olacaq A, dollar 3. Üstünə gəlsin, dollar C3. İndi bir məqama diqqət edirəm. Bunu mən B2-də sürükləsəm, yenə də A dollar 3 olar. Baxın, A dollar 3 üzərinə gəlsin, dollar. C üçlüsü olacaq 4. Bir məqama fikir verin. Burada dəyişməyən bir şey var. A3, A3-lər dəyişməyəcək. Hökmən A3-dən gedib qiymət götürmək lazımdır. 500. Plus. Bir də, bir də götürürük nə? Bir də, bir də elə bir qiymət götürməliyik ki, bura həqiqətən köçürəndə, baxın, 500-ü hökmən götürmək lazımdır. 500-də mən C-dən hansı dəyəri götürüm ki, ən böyüləsin. Deməli, mən bir də 78 götürərəm ki, 500 də gəl 78 eləyər 578. Bu da belə. Baxırıq indi bura, çünki səbəbi var burada. A dollar 3-dür. O yüzden A dollar 3 sabitdir. Gəlirəm bura. C3'dəki yəni ifadədə nə demək istəyir? Bizə onu demək istəyir ki, bu C3-də nə olur olsun, ifadənin qiyməti dəyişməyəcək. Yəni necə? Hə, dəyişmir. Baxın, D3-də qiymət istəyir bizdən. Baxın, buranı istəyir bizdən, D3-ü. Əvvəla C1 xanasına daxil edilmişdir düstur. Deməli, C1 xanası, mən düsturu bir də ekranı təmizləyək. Aha, deməli, C1 xanasındakı düsturu yazıram bura. 83-cü sualdır. C1 xanasındakı düstur budur. Dollar A, dollar 1. Vuraq 2. Üzərinə gəlirəm B1. Bu C1-dədir. Mən eyni zamanda C3-ün də dəyərini tapmalıyım. İfadədən istifadə edəcəm. Burası sabit qalacaq. İndi dollar A, dollar 1. Vuraq 2. Üzərinə gəlsin B. 1-dən 3 olubsa, deməli bu da B3 olub. Tamam. Sonra deyir ki, D3-ün dəyərini tapın. Gəlin əvvəla D3-ün dəyərini tapmaq üçün mən buranı yerinə yetirməliyəm ki, A dollar 1. A-nın qiyməti 5-dir. 5-i 2-yə vuracam, eləyəcək 10. Üzərinə B3-ü gələcəm. B3-də də neçə durur? 3. Bura elədi 13. 13. İndi mən bu düsturu, baxın, deyir ki, D3 xanasında hansı, D5 xanasına qədər sürükdürülsün, ancaq mənə deyin D3-ün qiymətini. İndi bax, bu C1-dəki düsturu mən D3-ə sürükləsəm, yenə də dollar A, dollar 1 vuraq 2 üstə gəl. C-dən deyə bir vahid artıbsa, deməli burada B-dəsi olacaq C. 1-dirsə olub 3, deməli 2 vahid artırsam, 1-dirsə olacaq necə? C3. C3 bərabərdir. Dollar A1 qiyməti 5-dir. 5-i vuracam 2, üzərinə gəl. C3 də eləyir 10, 3, o da bərabərdir. 23, bunun səhv eləmirsə cavabı səhv verilib. Cavab eləyir 23. Özünüz də diqqət yetirib tapa bilərsiniz. Cavab eləyir C variantı. Keçirin növbəti sualımızın izahına. Deməli, baxaq növbəti suala. Aha, növbəti sualda da əslində rahat tip suallardan biridir. Yenə də A8 xanasında hansı dəyəri alacaq deyir. Yenə də bunu tapmaq üçün baxırsınız bura. A8-də hansı dəyərin aldığını tapmaq üçün bu zaman biz hanıra sürükləyəcəyik, ona baxmaq lazımdır. Baxın, bunu sürükləyən zaman A8, baxın, bizdən A8 xanasının dəyərini istəyir. A8 tapmaq üçün əvvəla baxıram, A8 istəyir bizdən. A4 xanasının, yox, A3 xanasının dəyəri A2, üstə gələk A1-dirsə, əgər A3, bəs A8 xanasının dəyərini tapsaq, yenə də A3-dən 3-ün üstünə, yəni 5 vahid artıb sətir, eləyib 7, üzərinə gəlsin A6. Deməli, A7-nin A6-nın cəmi tapmaq lazım və bu zamanda biz bunları toplayacaq. Bir üstə bir gəlində eləyəcək 2, sonra 1, 1, 2, 2, 4, 1, 1, 2, 4, bu eləyəcək 8, 1, 1, 2, bu sanki Fibonacci ədədləridir. Baxın, 1, 1, 2, 4, 8, bax bu formada. 2 əvvəlkinin cəmidir. Bura eləyəcək neçə? Deməli, 1, 1, 2, 4, 8, 8, 8 eləyər 16. 14, 16. Sonra yenə də üzü yuxarıya cəmləsək, neçə eləyir bu? Deməli, 16, 18, deməli,
Baxsaq, deməli bura neçə eləyir? Bizdən də buranı istəyir. Deməli 1, 1, 2, 4, 4, 8, 8, 16. Bizdən nə istəyirdi? A7 ilə A6-nın dəyərini istəyir. A7 ilə A6-nı. İkisini istəyirmiş burada. Dəqiqə bir dəqiqə. Hı -hı. Yəni tam göstərim bunu. Deməli A3-dəki dəyər budur. A2 plus A1. A4-ün dəyəri budur. A5, A6, A7, A8. Baxın belə. A2-dirsə yenə A qalacaq. 2-dirsə olacaq 3. Üstə gəlinsin. Neçə olacaq? 3 dolub 4. Baxın A1-dirsə olacaq A2, A4, A3, A5, A4, A6, A5, A7, A6 belə. İndi A2 ilə A1-in cəmi eləyir 2. A3 ilə A2-nin cəmi A3 ilə A2 eləyəcək 3. A4 ilə A3-ün cəmi 5. Sonra A5 ilə A4-ün cəmi 8. A6 ilə 5-in cəmi 13. 13. Sonra A7 ilə A7-də neçədir? 13 ilə 8-in cəmi necə? 21. B variantı. Deməli, keçir növbəti sualımızın izahına. Növbəti sualda nə deyir bizlər üçün? Deyir ki, B2 xanasına bir ifadəni sürükləyib, baxaq, ekranı təmizləyib, davam eləyək. B2 xanasına hansı düstur yazılıb ki, B2 B9 diapazondakı xanaları köçürlərsə ədədin, faktorialını istəyir bizdən. Bizdən faktorial istəyəndə faktorialın nə olduğunu artıq biz bilməliyik ki, məsələn, 1-dən 5 faktorial, yəni 1, 2, 3, 4, 5. Yəni 1-dən 5-ə qədər ədədlərin belə deyək ki, nə olur? Hasil olur. İndi yaxşı, buradan bizim də B2-dən, bu istiqamətə deyir, köçürülən düsturu. Necə tapırıq indi? Yəni, hasilini tapacağıq. Əvvəla bir dəfə 1, sonra 2, sonra 3, sonra 4. Deməli, burada B dəyişəcək ki, mən burada B2-dən B9-a dəyər qiymətləri tapa bilim. Başlanğıqda hökmən 1 verib. Ki, belə deyək də, yəni bu, yəni 1-dən başlayaraq dəyişə-dəyişə gedəcək. B-dən başlayıb dəyişə-dəyişə gedir. Aha, baxaq, yəni B1 dəyişir, sonra olacaq B2, B3, B4, yəni belə də, yəni 1-dən başlayacaq. B1-dən başlaya-başlaya, çünki 1-dən başlamalıdır. B1-dən başladığına görə, məsələn, 1 vuraq, 2, yəni A2-nin qiymətinə, sonra bir dəfə A3-ün qiymətinə vuracaq, bir dəfə 4-ə və s. Deməli, burada elə B1-i B2-yə vurmaqla faktorial. B1 neçədir? B1-in qiymətini götürüb, 2-yə, 3-ə, 4-ə, 5-ə, 6-ya, 7-yə, 8-ə, 9-a və s. vurmaqla faktorial bu formada tapmış olacaq. Keçirik 86-cı sualın izahına. Aha, 86-cı suala görə nə deyir bizə? Ekranımızı təmizləyək. Deyir ki, B2 xanasındakı düstur xanaların birinə kopyalandı. Aha, kopyalanma zamanı düsturdakı xana ünvanları avtomatik olaraq dəyişdi və bu xanadakı ədəd 4-ə bərabər oldu. Artıq bundan neçə düsturdur ki, yəni belə taparıq artıq biz. Deyir, hansı xanaya köçürüldü? Qəbul artıq bu tip suallar çox düşəcək də. B2 xanasındakı dəyər. B2 xanasındakı dəyəri kənara yazıram. Deməli, D dollar 3 üzərinə gəlsin. Hə, belə dollar C2. Bu düsturu deyir hara sürükləyəndə, əvvəla mən onu hara sürüklədiyini bilmirəm, məhculdur. Cavab deyir 4-ə bərabər olsun. 4-ə bərabər olması üçün baxıram bura. Deməli bu D dollar 3-dür də, düzdürmü? D dollar 3-ə baxıram ki, D dollar 3-də durub 1, C2-də də durub 2. Cəmi zaten 3 eləyir. Deməli, bizə bu əl verməyəcək. Yəni, biz başqa bir metodla getməliyik artıq ki, cavabı normal ifadə şəklində ala bilək. Məsələn, mən bunu geriyə aparsam, C dollar 3. Baxın, hökmən gedib 3-dən götürəcək qiymət. Nədirsə 3-dən götürəcək. Baxın, 3-dən gedib qiymət götürəcək. Məsələn, C dollar 3-dən qiymət götürdü. Bunu mən yenə də C-dən yenə də bir qiymət götürəsə,
Bunu S. S neçə yazsam, bura S3 1-dir. Üzərinə mən neçə gəlsəm eləyər 4. Üzərinə 3 gəlməliyəm. Baxıram indi o 3 hardadır? Aha, baxıram ki o 3 S1-dədir. Cavab da eləyir 4. Deməli mən bunu necə tapdım? 2-dən 1-ə getdim. D-dən də S-yə. Deməli A neynədim? A-ya sürüklədim və A1. Baxaq varmı? Cavab var. Keçirəm növbəti sual izahına. Məsələn, burada deyir ki, A5 xanasında A5 xanasında ifadənin düsturu var. Qiyməti yazıb. Baxıram, A5 xanasına yazıb nə? A5 bərabərdir A1, A2, A3 və A4. Bölək 4. Düsturu yazılmış və xananın dəyəri olub 20. Burada bir ifadə var ki, eyni zamanda həm A5-də 20-dir, həm də bu A1, A2, A3, A4-də 80 olacaq. Adi tənliklə tənasüblə həlləsi eləyir 80. Bu ifadə əlimizdə var. Sonra nə deyir? Deyir ki, bax buranı yerinə yetirəm. Deyir ki, A1, A2, A3, A3 düsturunun qiyməti 65-ə bərabər olarsa, A1, A4-dən üzərinə gəl A5-in dəyərini tapın. A4-dən A5-in dəyərini istəyir bizdən. Baxaq, sum A4, A5 dəyərinin qiymətini tapmaq lazımdır. İndi baxırıq bura. Baxırıq bura ki, A1, A2, A3-ü verib 60 neçə? Baxın bura. Buranı verib 65. Üzərinə gəl A4. Bərabərdir 80. Mən A4-ün buradan 80-dən 65-i çıxsam, ondan 5-i çıxsam 5. Aha, buranın 15 olduğunu tapıram. A4-ü. A4-ü tapdım, yazıram bura 15. Bəs yaxşı. Belə 14, 14 yox, 15, 15. Və yazıram bura 15. 15 üzərinə gələn. Bəs yaxşı, A5 neçədir? A5-in də dəyərini burada mənə, baxın, 25 olduğunu verib də. Yox, 20, baxın. Baxın, 20 verib bizə. A5 xanasına da 20 veribsə, 20, 10, bu da eləyəcək 35. 87-ci sualımızın da izahında cavab olacaq neçə? C variantı. Gəlirəm növbəti 88-ci sualımızın izahına. Aha. Bilmədim mən. Bir dəqiqə. Ekranı paylaşaq. Əlimdə idi. Aha. 88-ci sualın da izahına baxırıq. 88-də görək bizə nə deyir? 88-də. Aha, 88-də bizə deyir ki, aha, burada deyir hansı xananın dəyəri 80 olub. B9 xanasının dəyəri, baxın, burada 80 olubsa, deyir bura hansı dəyər yazılmalıdır. Buranın belə bir ifadədir. Yəni B3 ilə B4-ün cəmi sürükləyib bura. Bura sürükləyəndə B5 olub da. Yəni B3, B4, B5 olub. Bura sürükləyəndə B3, B4, B5, B6 olub. B6. Bura sürükləyəndə B3, B4, B5, B6, B7 olub. Bura sürükləyəndə olub B3, B4, B5, B6, B7 və B8 olub. İndi bura deyir hansı dəyər alınıbsa, burada cavab 80 eləməlidir. Bu 80 eləmək üçün baxıram. 1, 2, 3, 4, 5, 6. 6. Deməli, baxıram, burada hansı ədəd olub ki, söhbət bax, buradakı ədəddən gedir. Bunları cəmləyib, belə-belə cəmləyib, gətirib sonda cavabı alıb neçə? Alıb deməli 80. B5-ə, B3 ilə B4-ün cəmi 5 olsa, baxırsınız, 5 ilə 5-in cəmi eləyər 10. 10, 20, deməli. Baxın, burada B3 ilə B4-də 5 yazmışamsa, əgər mən B3 ilə B4 5-dirsə, bu 5 ilə 5-in cəmi edir 10. Bura 10-dursa, burada B6-ya neçə yazmışıq? 10, eləyir 20. Baxın, B6 daxil olmaqla 20-dirsə, B7 də 20-də eləyir 40. Sonra B7 40-dır, B8 də 40 olduğunu bilirəm, cavab bilirsə ki, deməli, cavab həqiqətən 5 olub ki, orada cəmi 5 olub ki, rahat şəkildə tapa bildik. Keçirik bu sualın izahına. Aha, ekranımızı təmizləyək, davam edək.
Deməli, indi bura baxırıq. Deyir ki, ümumiyyətlə bu sual tipi də artıq neçə tip olardan həll eləmişik. Yenə də burada dollar 1,7-dir, avroda yəni 1,9-dur. Əvvəlcə deyir ki, bu zaten bizə aid idi. Bunlar aidilərimizdir. Bunun qiyməti 500-dür. Qiyməti manatdır. Manatdan dollara çevirəndə, baxın, biri var ki, dollardan manata. Məsələn, 5 dollarımız desəm ki, neçə manatdır? 5 dollarımız. O zaman 5 dolları vurarsınız 1,7 manata, düzdürmü? Bunu taparsınız. Belə vururuq. Bəs yaxşı. Manatla verib dollarla tapanda neyinirik? Qaydası var ki, manatla verib dollarla tapanda biz hər zaman bunu böləcəyik ki, cavabı gedib tapa bilək. Bölək də. Deməli baxırıq. Dollar birinci buradan baxsaq, deməli B e, dollar B. İndi baxırıq bura ki biz hansı sütundan qiymətlər götürməliyik. Dolların zaten buradan qiyməti budur. Deməli A dollar 2. Deməli biz hökmən burada nə götürəcəyik? A dollar 2. Buranı bizdən soruşur. Baxaq nə soruşur. Deyir ki C4 D9. Baxın buradan C4-dən D9 xanasına köçürülərsə həm dollar, həm də avro ilə hesablanır. Bunu nəzərə alırıq. Deməli, bir dəfə götürəcək nəyi? Dollar B-nin qiymətini götürəcək. Dollar B 4 hökmən gəlib buradan götürmək lazımdır ki, yəni biz tapa bilək bunu. Tapa bilək bunu. Deməli, götürürük dollar B4-dən qiymət gedib götürürük. Yəni, 500-ü götürdük, 700-ü hər nəsə. Yaxşı, götürdük. Dedik, keçəndə bölmək lazımdır. Aha, bölmək lazımdır nəyə? Dollara keçəndə, zaten A2 xanası desəm, A2 xanası buradır da, düzdürmü? A-nı dəyişdirəcəm, sabit qoymayacam. A-dısa çevrəndə olsun B. Ancaq dollar 2-dən gedib qiymət götürməlidir ki, yəni hökmən, baxın, bu dollarla evro olsa bizim qiymətlərimizdən, yəni pul vadimizdən böyük olduğu üçün bu formada yazacaq bunu. Bu da belə. Bugünkü sual izahları bu qədər. 89-a qədər artıq hər birini izah eləmişik. Buyurun, izah izləyə bilərsiniz.